Kağız bandın fuga ilə işlənməsi islatmadan. Bəzi ustalar hələ də orijinal knauf bandı isladıb işləyirlər. Yəni o əziyyəti çəkməyə dəyməz. Çünki islatmadan da işləmək mümkündür. Yəni qaydaya baxsaq, yəqin ki köməyimizə çatardı belə deyək. Bu knaufun kağız bandında qatlalamaq da asandır. Qatdaladınız islatmadan. Altını qalın yaxmaq şərti ilə bu qaydada işlədiniz. Şimdi altı qalın olduğuna görə sıyırıb çıxardırırsınız altın. Şimdi bu qaydada işləyəndə bunda heç vaxtı çöp ola bilməz. Yəqin ki normal qaydada göstərə bildim.